Herkese salam. Bugün sizinle birlikte İlyas Əfəndiyevin Xurşudvanın Natəvan dramının təhlilinə baxmağa çalışacağıq. Bu əsərin orijinal versiyası MİT-ə hazırlaşan müdavimlər üçün kanalımızda var. Oradan dinləyə bilərsiniz. Bu videoda isə abituriyentlər üçün Xurşudvanın Natəvan əsərinin məktəb dərsliyində verilən və DİM-in verdiyi əlavə hissənin izahını, yəni abituriyentlər üçün verdiyi hissənin izahını çəkməyə çalışacağam. Deməli, Xurşudvanın Natəvan əsəri necə başlayır? Birinci pərdədə birinci şəkil Qafqaz canişininin malikanəsi. Pərdə açılanda geniş otaqda Xurşudbanu ilə Mirzə Ruhullah sükut içində dayanır. Mirzə Ruhullah da kimdir? Xurşudbanının qoca müəllimidir. Deməli, hadisələr harda başlayır? Hadisələr başlayır Qafqaz canişininin malikanəsində. Xurşudbanu öz müəllimi Mirzə Ruhullahla birlikdə gəlib Qafqaz canişininin malikanəsinə. Və kimlə söhbət edir? Knyaz Xasayla. Knyaz Xasay deyir ki, canişin canabları indi buyurub sizi dinləyəcəklər Banu bəy. Xurşudbanu da deyir, təşəkkür edirəm Knyaz. Knyaz deyir ki, mən sizin haqqınızda lap əfsanəyə bənzər gözəl sözlər eşitmişəm. Xurşudbanu burada təvazökarlıq edir. Deyir, sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən Knyaz. Knyaz Xasay deyir, ola bilməz. Bütün Azərbaycan sizinlə fəxr etməlidir. Deməli, Knyaz Xasay düşünür ki, bütün Azərbaycan Xurşudbanın Natəvanla fəxr etməlidir. Xurşudbanu da deyir ki, bu sözləri səndən eşitmək mənim üçün xoşdur Knyaz. Qarabağa qonaq gəlsən bizi şad etmiş olarsan. Deməli, artıq biz ilk məclisdə görürük ki, Xurşudbanu Natəvan Knyaz Xasayı Qarabağa qonaq dəvət edir. Knyaz Xasay da deyir ki, böyük məmnuniyyətlə gələrəm. Bu vaxt orta yaşlı canişin otağa daxil olur. Rus canişinidir. Canişin deyir, xoş gəlmişsiniz madmazel. Sizi gördüyümə çox şadam. Əyləşin. Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz. Deməli, canişin onların nəslinə dərin hörmətini bildirir. Bir daha deyək, canişin Xurşudbanının nəslinə dərin hörmət bildirir və deyir ki, qaldakı çinovniklərimizdən razısınız. Xurşudbanu isə ötkəm cavab verir. Ümumiyyətlə, Xurşudbanu çox ötkəm bir qadın olur və ona belə bir cavab verir ki, mənim onlarla elə yaxın münasibətim yoxdur, amma onlar mənə hörmət eləməyə bilməzlər. Yəni, mənə hörmət eləməmək heç kimin ixtiyarında deyil. Canişin ötkəm cavabdan bir qədər sarsılır, amma özünü o yerə qoymur. Deyir, əlbəttə, İbrahim xanın nəvəsi General Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz həm də gözəl şairəsiz. Sizin haqqınızda Kapitan Mirzə Fətəli Axundov mənə danışır. Deməli, onun həm də şairi olduğunu qeyd edir canişin və onun haqqında kim məlumat verib canişinə? Mirzə Fətəli Axundov. Deməli, əsərimizdə kimin adı keçir? Mirzə Fətəli Axundovun adı keçir. Və daha sonra canişin deyir ki, mən Azərbaycanlıların igidliyinə heyranam. Elə bil Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Deməli, deyir ki, mən özüm də sizin igidliyinizə heyranam. Allah sanki sizi Qarabağ atları. Axı bilirik ki, Qarabağ atları qaçağan məşhur atlardır və buna görə də canişin deyir ki, Allah da sizi Qarabağ atları ilə mükafatlandırıb. Yəni, onlar kimi igiddir. Yəni, Qarabağın əhalisi kimi. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Bu uşaqlar bilirik ki, Gülüstan və Türkmənçay müqavilələrinə görə Azərbaycan iki yerə bölünür, şimal və cənub. Şimal Rusun tərkibinə verilir, cənub isə İranın tərkibinə verilir və biz burada canişin, yəni Rusun canişinidir, Rusiyaya canişinlik edir və İranın bizdən ayrı düşməsinə öz təəssüfünü bildirir. Baxın, parçalanmağına yox əslində. Burada bir məsələ var ki, o İranın da onlarda olmağını istəyərdi. Buna təəssüf edir ki, yəni İran, yəni daha doğrusu Cənubi Azərbaycanın, yəni İranda olmağına təəssüfünü bildirir ki, sizdən ayrı düşüb bu cəsur xalqın yarısı. Deməli, biz canişinin nitqini bir də ümumiləşdirək. Canişinin nitqində nələr görürük? Görürük ki, deyir ki, mən sizin haqqınızda Mirzə Fətəli Axundovdan eşitmişəm. Eşitmişəm ki, siz həm də gözəl şairəsiz. Azərbaycanlıların igidliyinə heyranam. Allah onları Qarabağ atları ilə mükafatlandırıb. Heyf ki, cəsur xalqın yarısı sizdən ayrı düşüb. Xurşudbanu da deyir ki, bu bizim faciəmizdir. İki böyük dövləti, qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşdan ayırdılar. Baxın, Xurşudbanu isə burada qeyd edir ki, bizi iki yerə parçaladılar. Yəni, əslində Rusiya və İran bizi parçalayıb. Canişin də deyir ki, tarixin hadisələri bəzən elə cərəyan edir ki, ağıllı hökmdarlar belə amansız hərəkətlər etməyə məcbur olurlar. Və Xurşudbanu canişinə hələ gəliş səbəbini deməmiş, artıq canişin qeyd edir ki, sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur.
Mən çalışaram ki, atanızdan qalan mülkün bir hissəsi sizə qaytarılsın. Baxın, Knyaz üzr istəyirəm, Canişin Xurşudbanlının gəlmə səbəbini özü təxmin eləyir və deyir ki, mən çalışacağam ki, sizin atanızın mülkünün bir hissəsi sizə qaytarılsın. Deməli, artıq xanlıqlar dövrü ləğv olunub. Biz Şimali Azərbaycan olaraq Rusiyanın tərkibindəyik və bu xanlıqların dövləti bir növ müsadirə olunub Rus hökuməti tərəfindən. Və bu Xurşudbanının da Canişinin sarayına gəlməkdə məqsədi öz mülklərini istəməsidir, ata mülklərini istəməsidir. Çünki o tək qız olur. Və burada Canişin ona deyir ki, biz çalışaram ki, Çar hökuməti sizin mülklərinizin bir hissəsini qaytarsın. Bu vaxt Xurşudbanu etiraz edir. Deyir ki, mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm. Mən varis yektayam, yəni mən tək varisəm. Canişin də deyir ki, siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır? Xurşudbanu həyəcanla deyir ki, mən tək deyiləm Knyaz Həzrətləri. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir. Kəndimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Deməli, uşaqlarımızın elmsiz, kitabsız böyüməsinə burada da var. Hansı əsərlərdə bunu deyə bilərik? Biz Azad hekayəsində də görürük ki, deyir ki, ana dilində orada məktəblər yox idi əslində, biraz oxşatmaq olar hardasa. Deyir ki, öz dilimizdə oxusunlar uşaqlarımız. Yox, burada öz dilimiz söhbəti deyil. Burada deyir ki, məktəbsiz böyüyür ümumiyyətlə uşaqlar, elmsiz, kitabsız böyüyürlər. Deyir ki, Şuşa şəhərinin əhalisi hələ də şor su içir, kəndlərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək edə bilmirəm. Deməli, artıq məlum olur ki, Xurşudbanu Natəvan bura öz ata-baba mülklərinin ardınca gəlib və bütün mülklərinin geri qaytarılmasını istəyir. Bunun səbəbi də odur ki, o istəyir ki, öz xalqına kömək eləsin, yəni Qarabağ əhalisinə. Canişin də deyir, yaxşı madmazel, mən sizin xahişinizi olduğu kimi Əlahəzrət imperatora çatdıraram. Ümid edirəm sizdən əsirgəməz. O da deyir, təşəkkür edirəm. Canişin deyir ki, arzu edirəm Knyaginyanın təşkil etdiyi bu gecəki balda xoş keçirərsiniz vaxtınızı. Deməli, Canişin Xurşudbanu Natəvanı bu gecə bir bal təşkil olunacaq, yəni bir ziyafət təşkil olunacaq, Knyaginyanın balı olacaq. Ora dəvət eləyir və deyir ki, Knyaz Xasay sizi müşayiət eləyər. Amma Xurşudbanu da deyir ki, yox, mən bu gecə Şuşa qalasına yola düşməliyəm. Yəni təklifi qəbul eləmir və gedir. Canişin də deyir, nə deyə bilərəm? Sizə yaxşı ol, gedir. Xurşudbanu Knyaz Xasaya da baş əyərək Mirzə Ruhullahın müşayiəti ilə çıxır. Canişin Xurşudbanunun ardınca baxaraq deyir, ağıllı qızdır. Zarafat yana, yəni Knyaz Xasaya deyir ki, Knyaz, siz nə vaxtacan subay gəzəcəksiniz? Knyaz Xasay da onun eyhamını başa düşür. Yəni artıq Canişin Knyaz Xasaya deyir ki, yəni gözəl qızdır da, siz niyə subay gəzirsiniz? Knyaz Xasay da deyir ki, görünür tali özü qəsdən məni indiyə qədər dayandırıb Knyaz Həzrətləri. Canişin gülümsüyor, eləmi? Xurşudbanu şahanə xanımdır. Talih sizi indiyə qədər subay gəzməyə məcbur eləyib, deməli indi öz bəxtinizi sınaya bilərsiniz. Əgər Xurşudbanu ilə evlənsəydiniz, mən sizi ürəkdən təbrik edərdim. Zənn edirəm ki, bu izdivac Əlahəzrət imperatorun özünə də xoş gələr. Baxın, deməli, Canişinin Xurşudbanu və Knyaz Xasayın izdivacını təklif eləməkdə məqsədi siyasi məqsəd güdür. Düşünür ki, bu izdivac imperatora xoş gələcək. Burada qısa bir haşiyə çıxmaq istəyirəm. Knyaz Xasay da əslən müsəlmandır, Dağıstanlıdır və imperatorun sarayına yaxın biridir. Və buna görə Xurşudbanu da, yəni Dağıstanlılar da bizim kimi Rusların tərkibindədir, işğal altındadır bir növ. Azərbaycanlılar da. Yəni Knyaz Xasay ilə Xurşudbanının olduğu mövqe əslində eynidir. Knyaz Xasay imperatorun sarayına yaxın olduğuna görə onun Azərbaycan xanımı ilə, yəni Azərbaycanın xan qızı ilə evlənməsi Canişin düşünür ki, Azərbaycanlılara müsbət təsir eləyər, onların Çar hökumətinə qarşı inamını artırar. Yəni bu sarayda olan Knyaz Xasayın xan qızı ilə izdivacı Azərbaycanlıları bir növ Rusiyaya mehriban eləyər. Çünki onlar Xurşudbanını çox istəyirlər. O Knyaz Xasay ilə ailə qurduğuna görə, Knyaz Xasay da imperatorun adamı olduğuna görə, imperatorun bir növ imperator xalqın rəğbətini qazanar deyə. Yəni burada belə bir siyasi məqsəd var. Ümid edirəm ki, fikrimi çatdıra bildim. Belə. İbrahim xanın nəvəsi ilə sizin izdivacınız Azərbaycan xalqına psixoloji cəhətdən müsbət təsir edər. İmperator hakimiyyətinə qarşı onların hüsn rəğbətini artırar. Yəni siz imperatora yaxınsınız, müsəlmansınız, siz onunla ailə qursaz,
Azərbaycanlıların da imperator hakimiyyətinə rəğbəti artar. Necə deyərlər, siz bizi onlarla qohum edərsiniz. Knyaz Xasay da deyir ki, imperator həzrətlərini məmnun etmək mənim üçün şərəfdir. Amma bunu da qeyd edeyim əsərin orijinalından ki, Knyaz Xasay orada deyir ki, mən namuslu adamam, yalnız siyasətə görə evlənmək. Yəni Knyaz Xasayın evlənməkdə tək məqsədi siyasət olmur. O həqiqətən də Xurşudbanını bəyənir. O da, yəni orada Canişin də ona cavab verir ki, yox, etiraf eləyin ki, bu xan qızı sizi məftun eləyib. Yəni siz onu bəyənmisiniz. Knyaz Xasay da deyir, bəli. Yəni təkcə Knyaz Xasay siyasi məqsəd üçün evlənmir. Amma deməli, Canişinin məqsədi siyasi məqsəd idi. İkinci şəkil. İşıq yananda Şuşa qalası görünür. Xurşudbanının malikanəsi. Artıq Knyaz Xasay gəlib bura Xurşudbanu ilə ailə izdivac qurur. Mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə deyir özümdə gücsüzlük hesab edirdim. Deməli Xurşudbanu həmişə xalqın vəziyyətini düşünən bir xanımdır və deyir ki, özümdə gücsüzlük hiss edirdim ki, yəni xalqın bu vəziyyətləri və Allahdan nicat umurdum. Elə bir o da mənim faciəli xalqıma cəsarətlə xidmət etməyim üçün səni göndərib. Sən güclüsən, Qafqaz canişininin dostusan, səni imperator sevir, sənin məhəbbətin mənim köməyin dayaqma olacaq. Baxın, Xurşudbanu Natəvan da Knyaz Xasayı sevir əslən, amma o da burada xalqını yenə də düşünür. Xurşudbanu da izdivacında xalqını düşünür. Deyir ki, sən güclüsən, çara yaxın, yəni Qafqaz canişininin dostusan, imperatora daha doğrusu səni sevir. Yəni sən mənə kömək eləyəcəksən, mən xalqıma yardım eləyə biləcəm. Yəni Qarabağlılar üçün mən nələrsə yaxşı işlər görə biləcəm. Xurşudbanu da belə düşünür. Knyaz Xasay deyir ki, siz danışdıqca sanki mən də o yalçın qayalar üstündə dayanıb uzaqlara baxan qara yapıncılı Dağıstan igidlərini görürəm. Yəni o da Dağıstanlı idi. Onlar da ruslar tərəfindən əslində işğal olmuşdular. Ona görə deyir ki, yəni düşünürəm ki, bizim xalqların taleyi bir-birinə bənzəyir. Yəni Knyaz Xasay qeyd edir. Xurşudbanu da deyir, Knyaz, mənim əzablar, istirablar çəkmiş qəlbimin sənin sevginə ehtiyacı var. Xurşudbanu deyir ki, deməli qapı döyülür. Bu vaxt Daşdəmir gəlir, onun köməkçisidir. Banu bəyəm deyir, bir oğlan təkidlə sizi görmək istəyir. Deməli bir nəfər gəlib Xurşudbanu ilə görüşmək istəyir. Bu oğlan kimdir? Seyid Hüseyndir. Mən getdim deyir öz otağıma. Knyaz Xasay həmişə onu tək qoyur. Ümumiyyətlə Knyaz Xasay hər zaman Xurşudbanının yanında olan bir obraz deyil. Bura gələndən sonra müəyyən dərəcədə sıxılmağa başlayacaq. İndi onları da qeyd edəcəm. Xurşudbanu deyir, kimsiz ay oğlan, nə istəyirsiniz? Seyid Hüseyn deyir, Cənubi Azərbaycandanam, xan həzrətləri. İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəm. Deməli, Cənubi Azərbaycan qalıb İranın tərkibində və oradan qaçanlar Şimali Azərbaycana pənah gətirirlər. Və İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəmdir. Xurşudbanu deyir ki, İranda nə edirlər sizə? Bizə zülm eləyirlər, xan həzrətləri, bizi çarmıxa çəkirlər. Xurşudbanu da deyir, bu mənə məlumdur, ancaq siz açıq da gələ bilərdiniz. Niyə qaçırdınız? Seyid Hüseyn deyir ki, sizdən gizləni yoxdur, xan həzrətləri. Biz bir dəstə cavan qərarı almışdıq ki, şahın zülmündən, vətənimizin xilası uğrunda fədai olaq. Ancaq bir kəndxuda bizim fəaliyyətimizi bilib ərbaba, yəni yüksək mövqeyli ərbaba xəbər eləyib. Deməli, bu Seyid Hüseyn kimi cavanlar istəyiblər ki, şahın zülmündən xilas uğrunda bir mübarizə aparsınlar. Yəni azadlıq uğrunda mübarizəyə başlamaq istəyiblər. Seyid Hüseyn və bir sıra cavanlar və bir kəndxuda onların bu kəndlərə başçılıq edən bu fəaliyyətini bilib və ərbaba xəbər eləyiblər. Yəni bundan sonra da onlar qaçmağa məcbur olublar. Çünki artıq necə deyim, ərbab bilibsə bunları tutsalar öldürəcəklər. Xurşudbanu deyir, isminiz nədir? Seyid Hüseyn. Burada nə iş görə bilərsiniz? Hər nə əmr eləsəz. Deyirlər, siz təzə məktəb açdırmısınız. Deməli, Xurşudbanu Natəvan məktəb açdıran bir obrazdır. Biz bunu oxşada bilərik Müsibət Fəxrəddində. Fəxrəddin nəinki, o da məktəb açdırır. Mən müəllimlik də eləyə bilərəm, deyir. Xurşudbanu zəngi səsləndirir, Daşdəmir daxil olur. Xurşudbanu Daşdəmirə deyir ki, Mirzə Ruhullahı buraya dəvət elə. O da onun uşaqlıqdan müəllimi olan yaşlı bir kişi idi. Daşdəmir baş üstə deyib çıxır. Xurşudbanu deyir ki, Mirzə Ruhullaha, Mirzə Ruhullah, xahiş edirəm, mənim adımdan qala rəisinə, yəni Şuşa qalasının rəisi var. Deyir, Şuşa qalasının rəisindən xahiş elə ki, bu oğlanın Şuşa şəhərində sakin olmasına icazə versin. Sonra mənim mülkümdən bu oğlan üçün bir otaq ayırsın, içini də xala gəbə ilə döşəsinlər. Deyir ki, oğlan Şuşa şəhərində yaşamağına, yəni Seyid Hüseynin Şuşa şəhərində, Şuşa qalasında yaşamağına icazə istəyir. Bir də öz mülkündən ona bir dənə otaq da verir, içini də xalça ilə döşüyür. Cənab Seyid Hüseyn deyir, şəhərdə açdığımız məktəbə sizi müəllim təyin edirəm və onu təzə açdığı məktəbə müəllim təyin edir.
Seyid Hüseyn də deyir ki, mən sizin etibarınızı doğrultacağam. Təzim edərək çıxır, bəyim daxil olur. Xurşudbanu deyir ki, tapşır Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Talıbzadə, bu adı qəşəng yadda saxlayırıq. Şuşaya bulaq çəkdirir və Əbdürrəhim Talıbzadəni deyir, nahardan sonra mənim yanıma çağırsınlar. Deməli, Xurşudbanu Natəvan həm də Şuşaya bulaq çəkdirir. Bunun da mühəndisi kimdir? Əbdürrəhim Talıbzadəni. Nahardan sonra mənim yanıma çağırsınlar. Xurşudbanu knyazın olduğu otağa keçir. Bəyim yazı stolunun üstündə şairənin qərənfil şeirini götürüb oxuyur. Deməli, Xurşudbanının bu əsərdə qərənfil şeiri səsləndirilir. Yadda saxlayırıq. Səni kimdir sevən bica qərənfil. Bu şeir bu əsərdə səsləndirilir. Amma Xurşudbanu özü oxumur. Bu şeiri oxuyan bəyim olur. Bax, bu testlərə düşür. Xurşudbanının qərənfil şeiri səsləndirilir. Bu şeiri oxuyan Xurşudbanu özü olmur. Bəyim oxuyur. Yəni o yazıb qoyub stolun üstünə və stolun üstünə bəyim götürüb şeiri oxuyur. Və üçüncü şəkil başlayır. Üçüncü şəkildə nə görür? Muradalının evinin qabağında kiçik bağça. Muradalının yanına yol keçir. Muradalı kim idi? Muradalı da dedi ki, Seyid Hüseynin xalası oğludur. O da deməli burada deməli Xurşudbanının atlarına baxır. Yenə şükür deyir, qaçıb canımı qurtarmısan xala oğlu. Seyid Hüseynə deyir ki, şükür ki, sən qaçmısan, canımı qurtarmısan. Deyirəm, görəsən Şimali Azərbaycan olmasaydı, biz cənublular İran şahının zülmündən hara qaçardıq? Seyid Hüseyn də deyir, sənin, mənim kimlərin qaçıb canını qurtarmağı ilə yaralar sağalır. Axı milyonlarla körpəli, qocalı ailə hara qaçsın? Neçə min il tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar. Deyir ki, neçə min il tarixi var bizim xalqımızın. İgid bir xalqdır bu xalq və bu xalqı parçalayıb gücdən salıblar. Yəni bir nəfər, iki nəfər qaça bilir. Axı milyonlarla xalq hara qaçsın deyir. Muradalı da deyir ki, 10 ildir ki o tayda qalmış anamın, bacımın üzünə həsrətəm. Atam bizim obaya divan tutan o ərbabı öldürüb, məni də götürüb bu taya qaçanda 12 yaşım var idi. Deməli, bunu yekunlaşdıraq, izah eləyim. Deyirlər, bizdən sonra ərbabın adamları ev eşiyimizi, bağımızı viran eləyib. Anam da bacımı götürüb Təbrizə qaçıb. Orada başlarına nə iş gəldiyindən xəbərim yoxdur. Bilirəm ki, sənin də xəbərin olmaz. Sənin də bitkə vaxtından atan götürüb Tehrana fəhləliyə getmişdi. Deməli, biz Muradalının nitqində burada Cənubi Azərbaycanda baş verən hadisələri görürük. Nə baş verib? 10 ildir deyir anamın, bacımın üzünə həsrətəm. Niyə Muradalı anasının, bacısının üzünə həsrətdir? Çünki Muradalının atası obaya divan tutan ərbabı öldürüb. Yəni o həmin ərbab obaya, xalqa, yəni oranın əhalisinə zülm eləyirmiş və Muradalının atası da o ərbabı öldürüb. Buna görə də məcbur qalıb, artıq o ərbabı öldürdüyünə görə o da 10 il bundan əvvəl Muradalını götürüb Şimali Azərbaycana qaçıb, oğlunu götürüb qaçıb. Və ərbabın adamları da gəliblər, onun evini, eşiyini, bağını dağıdıblar. Anası da bacısını götürüb Təbrizə qaçıb. Baxın, anası hara qaçıb? Təbrizə qaçıb bacısı ilə. Ata ilə oğul gəliblər Şimali Azərbaycana. Deyir, anam da bacımı götürüb Təbrizə qaçıb və başlarına nə iş gəldiyindən hələ də Muradalının xəbəri yoxdur. Və Muradalı deyir ki, Seyid Hüseynə, bilirəm, sənin də xəbərin yoxdur. Sənin də atan balaca olandan götürmüşdü, getmişdi Tehrana fəhləliyə. Və bunların da həyatı ağır olub, balaca olandan atası bunu götürüb Tehranda fəhləliyə elib. Seyid Hüseyn də deyir ki, Tehranda yazıq atam gündə 14 saat xalı karxanasında, harda işləyib? Xalı karxanasında. Seyid Hüseynin atası xalı karxanasında fəhləlik eləyib, məni oxutdurdu, sonra o cəhənnəm əzabına dözmədi. Yəni Seyid Hüseynin atası orada çox əziyyət çəkib, deməli, oğlunu oxutdurub, Seyid Hüseyni oxutdurub, amma sonra da dünyasını dəyişib. Dördüncü şəkil başlayır. Yenə Xurşudbanının malikanəsi. Bir də ümumiləşdirmə aparaq. Birinci şəkil harda baş verir? Qafqaz Canişininin malikanəsində baş verir. Birinci şəkildə biz burada kimləri görürük? Knyaz Xəsay Canişin və Xurşudbanu Natəvan mülklərin qaytarılması haqqında söhbət eləyirlər. İkinci şəkildə nə görürük? İkinci şəkildə artıq Knyaz Xəsay gəlib burada Xurşudbanu ilə izdivac qurur və Seyid Hüseyn gəlir ondan kömək istəyir. Yəni Xurşudbanudan kömək istəyir. Xurşudbanu da onu müəllim təyin edir. Üçüncü şəkildə sadəcə olaraq Muradalı və Seyid Hüseynin söhbətini görürük ki, bunların atasının başına nə iş gəlib. Yəni Cənubi Azərbaycanlıların bir növ bizimkilərə elədiyi zülmü görürük. Yenə dördüncü şəkil Xurşudbanının. İkinci şəkildə Xurşudbanının malikanəsində idi. Dördüncü şəkildə Xurşudbanının malikanəsində idi. Xurşudbanu yazı stolunun qabağında dəftərçədən şeirini oxuyur. Baxın, indi bir şeirini də Xurşudbanu özü oxuyur. Bayaq qərənfil şeirini oxuyan
bəyim idi. Bu şeirin adı verilmir sizdə. Amma bunu oxuyan Xurşudbanıdır. Deməli, həm bəyim, həm də Xurşudbanu şeir səsləndirir. Qərənfil şeirini səsləndirən isə bəyim olur. Daşdəmir gəlir. Cənab şairlər, sizin hüzurunuzda bilirik ki, ədəbiyyatda da, tarixdə də keçmişik ki, müəyyən məclislər təşkil olunurdu və Xurşudbanu da Qarabağda məclis üzv təşkil edirdi, şairlər məclisi təşkil edirdi və burada İlyas Əfəndiyev həmin məclisə toxunur. Daşdəmir gəlirdir ki, şairlər sizin hüzurunuzda müntəzirdir Banu bəyim. Xurşudbanu da deyir, gəlsinlər. Daşdəmir çıxır, kimlər gəlir? Nəvvab, Mamayı, Zahir bəy, Tervahan, Seyid Hüseyn, Mirzə Ruhullah daxil olurlar. İşıq sönüb eyni anda da yanır. Bu zaman şair Mamayının öz şeirini oxuduğunu görürük. Və burada Mamayı şeirini oxuyur. Bu hissə ilə bağlı qeydlərimizi xüsusilə yazaq götürək. Mamayı şeir səsləndirir. Zahir bəy, əvvəldən deyirəm, sonda yadınızdan çıxmasın. Zahir bəy satqındır, Zahir bəy satqındır. Deməli, şeir səsləndirən kimdir? Mamayının şeirini biz görürük. Seyid Hüseyn sual verir. Deyir, Banu bəyim, icazənizlə möhtərəm şairə axı bayaq dedi ki, mən ədəbiyyat müəllimiyəm. Artıq bu da məclislərdə iştirak eləyəcək. Banu bəyim deyir, icazənizlə şairə sual vermək olar. Xurşudbanu da deyir, əlbəttə ağalar. Seyid Hüseyn cənabları sənət və ədəbiyyat aləmindən baxəbər, açıq fikirli bir ziyalıdır. Mən istəyirəm ki, məclislərimizdə o da iştirak etsin. Deməli, Xurşudbanın ataban məclisə Seyid Hüseyni tanıyır ki, o da ədəbiyyat aləmindən baxəbər, yəni xəbəri olan, açıq fikirli bir ziyalıdır. İstəyirəm ki, o da iştirak eləsin. Seyid Hüseyn deyir ki, cənab Mamayı, siz şeirinizlə nə demək istəyirsiniz? O şeirində niskil duyğularından danışır Mamayı. Deyir, bir vətənimdə vətənim yox falan belə sözlər deyir. Sadəcə niskilli sözlər deyir. Mamayı deyir ki, aydın olmur, mən millətimin dərdini tərənnüm edirəm. Arazın o tayında, yəni Cənubi Azərbaycanda İran şahlarının, yəni İranlıların bizim qardaşlarımıza divan tutduqları sizə daha yaxşı məlumdur. Yəni Mamayı deyir ki, Seyid Hüseynə, mən millətimin dərdini tərənnüm eləmişəm şeirimdə. Yəni dərdini danışır da şeirdə. Deyir, axı Cənubi Azərbaycanlılara orada zülm eləyirlər. Bu sizə daha yaxşı məlumdur. Yəni siz oradan qaçmısınız. Seyid Hüseyn də deyir, məlumdur, yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır, ağalar, inilti yox. Baxın, Seyid Hüseyn nə deyir? Deyir, xalqa vuruş lazımdır. Deyir, inilti yox da, yəni ağlamaq lazım deyil. Şeirlərimizə mübarizə ruhu lazımdır, vuruşma ruhu lazımdır. Zahir bəy deyir ki, bizim əfkar-ı amalımız məhəbbət və şəfqət olmalıdır. Baxın, bu satqındır. Deyir, bizim məqsədimiz məhəbbət olmalıdır, şəfqət olmalıdır. Siz deyir, necə vuruş nəzərdə tutursunuz? Bu niyə belə suallar verir? Çünki satqındır. İstəyir Seyid Hüseyndən söz alsın, getsin, satsın onu. Ona görə deyir, siz necə, yəni onun tam fikirlərini açmağa çalışır. Seyid Hüseyn də deyir ki, mən xalqı həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram. Cənab Zahir bəy, deyir, mən istəyirəm ki, elə bir mübarizə olsun ki, xalq həqiqətən azad olsun. Yəni İrandan da, Rusiyadan da azad olsun. Zahir bəy deyir, həqiqi azadlıq bir qədər mücərrəd məfhumdur. Baxın, Zahir bəy deyir ki, həqiqi azadlıq mücərrəd məfhumdur. Yəni tam deyil də. Fikrinizi izah edin. Bu belə eləyir ki, o tam hər şeyi danışsın, Seyid Hüseyndən söz alsın. Seyid Hüseyn də deyir, cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil, cəsus olmağa məcbur edilməsin. Hamı sizin buyurduğunuz kimi izzət-i nəfsinin sahibi olsun. Yəni insanlar deyir, belə satqın falan olmasınlar da, hamı azad yaşasın. Mamayı şeirində öz vətənimizdə vətənsiz olduğumuzdan ürək yanğısı ilə danışır. Yəni demək istəyir ki, vətənimizdə vətənimiz yoxdur, yəni biz azad deyilik. Bundan ürək yanğısı ilə danışır. Amma nə eləmək lazım olduğunu göstərmir. Yəni mübarizə yolunu göstərməyib. Seyid Hüseyn demək istəyir ki, mübarizə yolu göstərilməlidir. Zahir bəy dedir, ağalar, ərəb, fars dilləri millət İslamın iftixarı olduğu üçün onların təsiri bizim kəlamımızı müəyyən edir. Zahir bəy deyir ki, ağalar, ərəb, fars dilləri İslam millətinin, yəni bəzəyidir. Bizim şeirimizdə ərəb, fars dillərində olmalıdır. Millət İslam, yəni İslam milləti bizi ərəb, fars şairlərinə yaxınlaşdırır. Yəni biz müsəlman olduğumuza görə biz də ərəb, fars sözlərindən istifadə eləməliyik, deyir Zahir bəy. Nəvvab deyir ki, baxın, Nəvvab müsbət xarakterli biridir. O Seyid Hüseynlə fikirləri üst-üstə düşür. Deyir ki, Zahir bəy, bağışlayın. Mən deyəndə ki, siz öz millətinizi tanımırsınız, rəncidə olursunuz. Yəni xətrinizə dəyir də. Amma İslam millət deyil, dindir. Tervahan da deyir ki, Rus şairi Lermontov Azərbaycan dilinə valih olub, onu şərqin fransız dili adlandırıb. Bunu əzbərləyək. Tervahan deyir ki,
Rus şairi Lermontov Azərbaycan dilinə heyran olub. Onu Şərqin fransız dili adlandırıb. Terbahan deyir ki, Rus şairi Lermontov Azərbaycan dilinə valih olur. Onu Şərqin fransız dili adlandırıb. Xurşudbanu da deyir ki, fransızların məşhur ədəbi Alexander Dumas. Deməli, fransız ədəbi var, şair Alexander Dumas. O Xurşudbanu gilə qonaq gəlib Şuşaya və deyir o bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söylüyordu. Deməli, fransız məşhur ədib Alexander Dumas Azərbaycan musiqisinə heyrandır. Lermontov da Azərbaycan dilini Şərqin fransız dili adlandırır. Deməli, biz bunları da görürük, əsərimizdə bunları da qeyd edirik. Fəqət hamıdan qabaq biz özümüz dilimizin qədrini bilməliyik deyir. Dil bizim varlığımızdır ağalar. Nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dildə yaşayacaq. Mən Azərbaycan balalarının Homeri, Danteni, Höteni, Puşkini öz doğma, gözəl ana dilində oxuyacaqları günü görürəm. Yəni Xurşudbanu Natəvan deyir ki, mən nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq və vaxt gələcək ki, bizim övladlarımız bütün bu əsərləri Azərbaycan dilində oxuya biləcəklər. Belə burada yekunlaşdırıram. Digər bir hissədə, ikinci hissədə isə digər şəkilləri izah etməyə çalışacağam. Çalışdım ki, ətraflı, yəni həmin dövr haqqında da müəyyən dərəcədə sizdə məlumat yaradım ki, daha anlayışlı olsun sizin üçün əsər və xırdalığına qədər enməyə çalışdım. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalıdır. Əgər faydalı olsa, bəyənib rəy yazmağı unutmamağınızı xahiş edirik. Hər birinizə uğurlar, sağ olun.